İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib. Çıxışdan hissələri təqdim edirik. İlham Əliyev, Qarabağ münaqişəsinin həlli üçün təsis edilmiş ATƏT-in Minsk qrupu öz missiyasını yerinə yetirə bilmədi. Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bugün isə qələbə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Qurtuluş müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam, İlham Əliyev bildirib. İlham Əliyev BMT-də Zəngəzur dəhlizi barədə məlumat verib. Azərbaycan Zəfər müharibəsindən dərhal sonra ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi. Vaşinqton samitinin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək beynəlxalq sülh və rifah naminə Tramp marşrutudur. Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələ başlayıb. ABŞ Konqresinin 907-ci düzəlişi birdəfəlik ləğv etməsi etimad və əməkdaşlığı möhkəmləndirərdi. Bundan əlavə İlham Əliyev BMT kürsüsündə ATƏT-in Minsk qrupunu tənqid edib. Qarabağ münaqişəsinin həlli üçün təsis edilmiş ATƏT-in Minsk qrupu öz missiyasını yerinə yetirə bilmədi. Minsk qrupunun həmsədirləri beynəlxalq hüququn norma və prinsiplərini təmin etmək əvəzinə status quo-nu qoruyub saxlamağa və münaqişənin dondurulmasına çalışdılar. Ermənistanla danışıqlar yalnız iki tərəfli əsasda aparıldığına görə müsbət nəticələr verdi. Sonda isə İlham Əliyev BMT-də Azərbaycanla Ermənistan arasında sülh prosesinə dəstəyinə görə Donald Trumpa təşəkkür edib.